Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Bütün möminlər qardaşdır. Həqiqi qardaş olmaq üçün nələrə diqqət yetirməliyik? Biz də əziz qardaşımızı salamlayırıq. Allahın rəhmət və bərəkəti qardaşımızın üzərinə olsun. Quran-Kərimin ayəsidir. Bütün möminlər qardaşdır və ayənin davamında buyurulur ki, qardaşlarınızın arasını islah eləyin, qardaşlarınızın arasını düzəldin. Əfsuslar olsun ki, bugün Ümmət-i Muhammedin, Allah Rəsuluna ümmət olan Quran-ı Kərimin ayəsini doğru düzgün anlaya bilmədilər. Hər nə qədər Quran-ı Kərimin ayəsində bütün möminlər qardaşdır bəyanını eşitsək də, oxusaq da, qardaşlarınızın arasını islah edin əmrini alsaq da, amma biz buna itaat edə bilmədik, biz buna riayət edə bilmədik. Allah Rəsulü buyurur ki, biri-birinizi sevmədikcə iman etmiş olmazsınız, iman etmədikcə cənnətə girməzsiniz. Yolumuz sevgidən keçir, yolumuz qardaş olmaqdan keçir, amma əfsuslar olsun ki, bu günləri özünə iman sahibi deyən insanlar, Allah Rəsulunun sünnətini yaşayıram deyən insanlar, Əhl-i Beytin həyatını yaşayıram deyən insanlar, bəzən o insanlara haqq sözlər deyiləndə, bəzən onlara doğru yol göstəriləndə, ancaq doğru yol onların pəncərəsindən doğru yol olduğunu düşünürlər. Məsələn, bu günləri müəyyən radikal qruplaşmalar var ki, onlara sən heç vaxt Quran-ı Kərimin bu ayəsini izah edə bilməzsən. 10 illik məscid fəaliyyətimizdə biz hər nə qədər o radikal insanlara yumuşaq davranmağa çalışsaq da ki, Quranın bu ayəsi var, bunu tətbiq eləyək ki, məsələn, bütün möminlər qardaşdır, qardaşlarınızın arasını islah eləyin, biz sizi də müsəlman tanıyırıq, biz sizi də mömin tanıyırıq. Gördük ki, 10 ilin içərisində bizim o xoş yanaşmağımız onlarda bir şeyi dəyişə bilmədi. Və yaxud digər tərəfdən o radikal qruplaşmaların həm əhl-i sünnət tərəfdə olanları var, həm Cəfəri məzhəbində olan insanlar vardır. Radikalları çıxıram bir kənara. Bir də ümumiyyətlə bugün Azərbaycanımızda müəyyən cəmaatlar var ki, bu cəmaatların özünün də qardaşlıq şuuru ancaq 100 nəfərdən, 150 nəfərdən, 500 nəfərdən, 1000 nəfərdən ibarətdirlərsə, onlar da qardaş olaraq ancaq özlərini görürlər. Təbii ki, İslam dini 100 nəfərə sığacaq qədər məhdud bir din deyil və yaxud da Azərbaycanda və yaxud dünyanın digər tərəflərində, ölkələrində 100-ə yaxın, 1000-ə yaxın cəmaatlar varsa, ancaq bu qardaşlar doğru qardaşdır, o qardaşlar doğru qardaşdır, digər insanlar dindən, İslamdan çıxıbdır. Əslində bu da axır zamanda müsəlmanların böyük bəlası və fəlakəti deməkdir. Bunun üçün də insanlar fərqli düşünə bilər. Bu günləri Türkiyədə müxtəlif cəmaatlıqlar var ki, bu cəmaatların hər biri iman sahibi, iman əhli olmasına baxmayaraq, amma fərqli düşünə bilirlər. Bu fərqli düşünmələr Quran prinsipindən ayrı salmırsa, Allah Rəsulunun sünnətindən ayrı salmırsa, Əhl-i Beytin həyatına müxalif bir həyat yaşanmırsa, o zaman hər biri müsəlmandır, hər biri mömindir, hər biri qardaşdır. Amma əfsuslar olsun ki, qardaşlığı fərqli anlayanlar, qardaşlığı ancaq öz cəmaatlarından ibarət olduğunu düşünən xüsusi olaraq cəmaatlıqlar böyük bir fəlakət və ziyanın içərisindədir ki, onlar özlərinə doğru baxarlar, onlar özlərinin doğru yolda olduğunu görərlər ki, doğru yol bizim yolumuzdur, cənnət əhli bizik, bizim kimi düşünə bilməyən insanlar, bizim yolumuzda ola bilməyən insanlar artıq cəhənnəm əhlidir, bunların qalan hər biri zəlalətə uğrayıbdır. Məsələn, biz deyə bilmərik ki, biz Heydər məscidində vəhdət edirik, ancaq vəhdətdə olanlar qurtuldular. Təbii ki, bu işin bir tərəfidir. Vəhdət yolu doğru yoldur, vəhdət yolu gözəl yoldur. Amma bu vəhdətə əli çatmayanlar, Heydər məscidində gəlib namaz qıla bilməyən insanlar, vəhdət düşüncəsində olan yüzlərlə, minlərlə insanlar var ki, dünyanın hər tərəfində var. Onlar bizim qardaşlarımızdır, onlar həqiqətən doğru yoldadır. Onlar İslama, dinə xidmət edən insanlardır. Bunu doğru düzgün anlamağa ehtiyac var. Yoxsa illa bizim məsciddə 2000-2500 insan gəlib vəhdət edirsə, qurtulanlar bunlardır, digər insanların hamısı cəhənnəmə gedəcək. Radikal şiyələrdir, radikal sünnilərdir, biz deyib insanlara ad qoya bilmərik. Bunun üçün də İslamı doğru anlamağa ehtiyac var. Dediyimiz kimi insanlar fərqli düşünə bilər. Bu fərqli düşüncələr Qur'ana müxalif deyilsə, Allah Rəsulunun hədislərinə müxalif deyilsə, övliyaların həyatına müxalif deyilsə, Əhl-i Beyt imamların həyatına müxalif deyilsə, səhabələrə qarşı müxalif deyilsə, demək ki, bu insanlar İslamdadır. Bu insanlar Allah üçün xidmət edirlər, Allahın dininə xidmət edirlər, İslamın gözəlliklərini insanlar içərisində yayırlar. Bəlkə o insanların xidməti bizim xidmətlərimizdən
Daha çoxdur biz qısqanclıqdan bu xidmətləri həzm eləyə bilmirik, biz qısqanclıqdan bu xidmətləri qəbul eləyə bilmirik. Biz o insanların bəzən yaşı az ola bilər. Elə insanlar çıxar qarşımıza deyər ki, yaşının azlığına baxmayaraq sənin etdiyin doğru deyil. Düşünməyə ehtiyac var, təfəkkür eləməyə ehtiyac var. Əgər yerimizdə deyiliksə, yerimizdə olmağa ehtiyac var, tövbəyə ehtiyac var ki, insanlar Allahın o ipindən möhkəm yapışanda, haqq pəncərədən doğru düzgün baxanda o zaman zəlalətə uğramaz və məsələləri fərqli təhlil edə bilərlər. Əgər Allah qorusun, Quranın bütün möminlər qardaşdır prinsipindən bir müsəlman İslamdan çıxarsa, imandan çıxarsa, dindən çıxarsa, İslama, Qur'ana, dinə, şəriətə müxalif həyat yaşayarsa, o zaman biz o insana qardaş gözündə baxa bilmərik. Amma yox, o insanlar din üçün, İslam üçün, Qur'an üçün çalışırsa, bu insanları sevməliyik, bu insanlara dəstək olmalıyıq, bu insanların yolunu açmalıyıq və önlərində, yollarında əngəl deyil, maniyə deyil, onların yollarına atdıqları addımlara bəlkə də özümüzü onların ayağına bir xalça kimi sərib üzərimizdən hədəflərinə doğru yerimələrinə, çatmalarına bir vəsilə olmalıyıq.